İmam Musa Əleyhisselamın hərəminə ən yaxın qəbirlərdən biri böyük alim Şeyx Bəhainin müqəddəs mübarək qəbridir. Şeyx Bəhai çox böyük alimlərdən biri olduğu kimi, həmçinin İmam Musa Əleyhisselamın hərəminin memarlarındandır. İmam Musa Əleyhisselamın qədim hərəminin bir çox hissələrinin tikintisində yaxından iştirak edib. İmam Musa Əleyhisselamın həyətlərinin birində günəş saatı var ki, günəş saatı da Şeyx Bəhaiyə aiddir. Həmçinin rivayət edirlər ki, Şeyx Bəhai İmam Musa Əleyhisselamın əsas qapısını hərəmə yerləşdirən zaman öz tələbəsinə bir dua yazır verir ki, bu duanı qapının üstündə yerləşdirərsən, günahkarlar hərəmə daxil olan zaman üzləri qızarsın. Şeyx Bəhai bu duanı tələbəsinə verib gedəndən sonra bir neçə gündən sonra qayıdır və tələbəsindən soruşur ki, o duanı yerləşdirdin yoxsa yox. Tələbə deyir ki, yerləşdirmədim. Şeyx Bəhai bu səbəbi soruşanda deyir ki, İmam Musa Əleyhisselam 3 gündür yuxuma gəlir və eyni sözü mənə deyir. Deyir ki, şeyxə deyərsən ki, o duanı öz qapısına yerləşdirsin. Mənim qapım hər kəsin üzünə açıqdır, həmçinin günahkarların üzünə açıqdır. Əgər o dua qapının üstünə yerləşsəydi, onda bizim kimi günahkarlar hərəmə daxil olan zaman üzümüz qızarardı və başqalarının yanında utanardı. Ona görə İmam Musa Əleyhisselam yuxuya qədərək bildirir ki, o duanı bizim hərəmin qapısına yerləşdirmə, bizim hərəmimiz bütün günahkarların üzünə açıqdır. Bütün möminlərin üzünə açıqdır və günahkarlar da gəlirlər bura, tövbə edirlər, Allahdan imama xatir bağışlanmaq istəyirlər. Şeyx Bəhainin iftiraları, belə deyək, işləyib, adla olan bir çox yerlər var ki, onlardan da ən çoxu İsfahan şəhərində yerləşir. İsfahan şəhərində dünyanın möcüzələrindən adlanan şamla qızan hamam Şeyx Bəhainin, belə deyək, girdiyi hamamdır. Siyosepol deyirlər, 33 körpü Şeyx Bəhai tikdirib. Ondan sonra tərpənən minarələr, bir çox, belə deyək, saydıqca tutarmayan tikintilər var ki, hamısı bu şeyxin ixtirasıdır və şeyxin tikdirdiyi yerlərdir. Allah şeyxə rəhmət eləsin, məqamını inşallah olsa eləsin.